Jurnalist ictimailəşmiş, istənilən mövzu haqqında danışa və yaza bilər. Bunu jurnalistə kif haqqında qanun və media prinsipləri icazə verir. Bəs mövzular necə ictimailəşir? Bunun müxtəlif yolları var. Onlardan biri də şəxsin özünə aid özəl informasiyanı ictimailəşdirməsidir. Məsələn, deyək ki, bir şəxs popoplastika əməliyyatı etdirmək istəyir. Bu haqda paylaşım edir. Sosial mediada danışır. Danışır ki, əməliyyat vaxtı bədənimdən liposaksiya ilə çıxarılmış yağlar popoma inyeksiya ediləcəkdir, popomun şəkli dəyişəcəkdir. Əməliyyatdan sonra da deyir ki, artıq popom başqa şəkildədir, cərrahdan çox razıyam, görün necə gözəl alınıbdır və özünün bədən cizgilərini nümayiş etdirir. Beləliklə, özünə aid məlumatı, şəxsi məlumatı ictimailəşdirmiş olur. İctimailəşdirilmiş bütün mövzular jurnalistlərə açıq informasiya sayılır.